Almanya'dan hər bir kəsə salam, hörmətli Zver TV izləyiciləri. Bugünkü vlogumuz sizinlə təbiətin qucağında çəkə-çəkə gedəcəm. YouTube kanalımıza abunə olun, YouTube Zver TV. Çünki əsas video proyektlərimiz və layihələrimiz orada olacaq. Gelib baxa bilərsiniz. Deməli isə mən başlayıram sizinlə mövzuya. Çox maraqlı, eləcə də diqqət çəkəcək bir mövzu. Deməli, həm dedim sizə Almaniyanın təbiətini göstərim gəzə-gəzə. Arxa fonda siz yəni meşəli təbiəti sevirəm. Deməli, hörmətli izləyicilər, Biləsuvar rayon Bəydili kənd sakini Qasımov Murad Nadiroğlu, onun qardaşı 1993-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid düşmüş, həlak olmuş, müharibədə həyatını itirmiş Qasımov Vüqar Nadiroğlu ölümündən sonra şəhid statusu almış bir mərhumla bağlı dünəndən TikTok sosial media platformasında unutmaq olarmı sizi şəhidlər musiqi fonu altında Azərbaycan xalqına müraciət eləyərək bir növ təxribata mı sövq edir, bir növ öz qeyrətinin, namusunun qorunması üçün xalqa mı müraciət edir? Anlamadım. Mən onun canlı yayıma gedə-gedə 2 dəfə ona zəng etdim və cəhd etdim ki, onunla mən danışıqlar aparım. Əli Rəhimovla onu mən birləşdirim. Xalq qarşısında, millət qarşısında bir-birlərinin inzibatını eləsinlər, bir problemlərini şıqlandırsınlar. Çünki Əli Rəhimovdan sübut istəyirdi. Əli Rəhimov da sübut vermək istəyirdi. Nəysə, ortada bir reallıq var əzizlərim. Ortada reallıq budur ki, Biləsuvarda başda Mübariz İbrahimovun ailəsi olmaqla mənim silah yoldaşım, mənim əskər yoldaşım, mənim caniparəm Elçin Zahidov, Allah qəni-qəni rəhmət eləsin. Çox ədəbli, ərkanlı, əxlaqlı bir oğlan idi. Yəni Biləsuvarda bir çox şəhid ailələri var. Ortaya maraqlı bir sual doğur ki, niyə görə məhz onlar yox, sənin ailən söylür? Çünki bu günləri yəni bəzi insanlar əllərini rəhbər tuturlar ki, ay cəmaət, şəhidimizi söydülər, xalqımızı söydülər, millətimizi söydülər, dövlətimizi söydülər. Qardaş, xalqı, milləti, dövləti, şəhidləri ümumi heç vaxt söymək olmaz. Mənim yaşadığım Almaniyada neçə 100 min Azərbaycanlı yaşayır. Və bunu yəni 3-4 ildir buradayam. Mən rahatlıqla deyə bilərəm ki, bir Azərbaycanın mənəvi dəyərlərini qoruya biləcək Almaniyada yaşayan bir Azərbaycanlı çox rahatlıqla məni tapa bilər. Çox rahatlıqla. Yəni bu günləri Azərbaycanda oturan blogerlər sizin o sözü ümumiyə deyib də ölkə hüdudundan kənarda yaşayan Azərbaycanlıları binamus bir qeyrət kimi qələmə vermək istəyirsiniz. Eləcə də Amerikada 100 minlərlə Azərbaycanlı yaşayır, eləcə də Almaniyada. Xeyr, söyüş və təhqir qardaş təyinatı üzrə gedir. Sadəcə siz bu söyüş və təhqirin altından sıpçınıb çıxasınız deyənə, o söyüşü vurursunuz dövlətin üstünə. O söyüşü vurursunuz xalqın millətin üstünə. Yəni nəyə görə sizin probleminizə görə, yəni ümumi şəhidlər söyülməlidir, ümumi dövlət qurumları söyülməlidir, ümumi rəhbərlik heyətləri söyülməlidir və xalq millət söyülməlidir. Bir şey yəni yadınızda saxlayın ki, yəni məsələn Murad Sədə bunu çox gözəl bildi ki, mən onun anasının qəbrinin üstünə getsəm, bu heç də yaxşı bir şey olmayacaq. Yəni əli durub sənə əl çalmayacaq. Plus-dakı 3 manat o Şılavar kəndində 3 manat Yasin verib oxutturduğun, yəni Molla Nizami müəllimi də, yəni Molla Nizami əmini də zibilə saldın. Çünki bilirsən ki, Əli yəni Molla Nizaminin xılxından yapışıb onu boğazlayacaq. Yəni sən bunu bilə-bilə o Nizami kişinin adını verdin. Yəni o 3 manat verib Yasin oxutturduğun adama belə problem yaşatdırdın. Yəni məsələ bilirsiniz nədir? O hərəkəti eləməklə sənə görə Biləsuvar rayon polis idarəsi, Bəydili kəndinin uçaskovçusu, sahib müvəkkili, yəni üzrə sistem ifadəmə görə, eləcə də Lənkəran rayon polis idarəsi və yaxud da ki Lənkəran rayon Şılavar kənd uçaskovçusu, sahib müvəkkili problem yaşayırlar. Yəni sənə görə o insanın ailələri söyülür daha doğrusu və bugünkü gündə sənə görə Azərbaycan polisi söyülür. Yəni sən belə şəhid tərəfi tutan idinsə, Azərbaycanda yüzlərlə şəhid ailəsi var. İmkansızlıqdan və maddiyyat problemindən əziyyət çəkir. Eləcə də qazilərimiz ki var, imkansızlıqdan və maddiyyatdan özlərinə qəsd eləyirlər, həyatla barışa bilmirlər, intihar cəhd eləyirlər, müəyyən məsələlər eləyirlər. Nədən çıxıb bir dəfə də olsun öz şəhidinə xatir, yəni bir dəfə də onlar üçün vaxt ayırardın. Keçən ilin yayında sən, ay cəmaət, mənə 20 jetonu atın, adlara meyxana oxuyuram deyən sən idin. Pis baxmıram. İnsan da hər öz puçalayan qazana bilər. Amma üstündən 6-7 ay keçir. Sən bu günlərə qalib deyirsən ki, mənə 25 minlik cipi hədiyyə eləyiblər, mənim ayda 3 min rasodum çıxır, iPhone 7 Pro Max-ım çıxır. Yəni bugün Azərbaycanda Şuşaya caynağı ilə çıxan uşaqlara heç 89-un 07-sini hədiyyə eləməyiblər. Onu sən necə hədiyyə elədilər? Hansı möhtəbər uğuruna görə hədiyyə elədilər? Bu millətin pulu ilə qidalanıb, faizin parasını cibivə qoyub,
Eləmə də Murad. Yaxşı. Və ən mənə təsir eləyən, bəlkə də mən sənin əli ilə olan münasibətə fikir bildirməyəcəkdim. Fikir bildirməyimin əsas səbəbkar o idi ki, sən sırağa gün əli ilə danışanda qayıt dedin ki, mən dövlət işçisiyəm. Hanı işçisən sən? Əmək və Əhali Müdafiə Sosial Fondunun rəis müavini sən nəsən? Və Jek rəissən, kimsən sən? Bələdiyyəyə baxsa, kimsən axı sən? Kommunalsan, kimsən? Əliyə deyir ki, sən həyatın boyu bilməyəcəksən. Mən haran işçisiyəm, haran işçisiyəm, KKB-nin işçisiyəm, brat. Starşi leytenantsan, Adel Polkunun. Eləməyin də belə, ucuz tutmayın. Yenə də deyirəm, özümdən misal çəkirəm. Xalqımdan misal çəkirəm, bax belə millətimdən misal çəkirəm. Azərbaycanda niqodlu ailələr var, hansı ki övladları hərbi xidmətə yararsızdırlar. Azərbaycanda yəni qazi ailələri var, stabil hərbi xidmət çəkmiş ailələr var, veteranlar var və digər şəhid ailələri var. Onlar sən elədiyin mundarlıqları eləmirlər. Sən elədiyin əxlaqsızlıqları eləmirlər. Eləmirlər. Bu günlər sənin şəhidin söylürsə, üzr istəyirəm vətəndaş, buna sən özün şərait yaradırsan. Çünki sən bunu bilərək, məsələn, bilənləri mən sənə dəfələrlə cəhd etdim ki, əlaqəyə çıx. Sənin Əliyə gedəcək yolun ancaq çerezməndir. Çünki bugünkü gündə, yəni mən əlini eşidirəmsə, Əli də məni eşidir. Bax, bugünkü gündə mən əlini eşidirəmsə, Əli də məni eşidir. Gördün, canlı yayımı bağlayandan sonra heç Əli səndən qoşulmayacaqdı zəngə. Bir dənə Əliyə komanda verdim ki, qaqaş, gəl bir dənə danışaq, sıra səndən sivəzə və biz qrup zəngi danışdıq. Əli sənə deyir, yəni mən üzr istəyirəm ifadəmə görə, yəni insanın ailəsi, insan üçün həyatda hər şeydir. Yəni o mənəvi dəyər, sənə desələr ki, anavı bir şəhidin uğrunda qurban ver, vallah verməzsən. Gəlsinlər sənə desinlər ki, bir şəhidə görə şəhidin balasına anavın böyrəyini çıxart ver. Verərsən, həyat boyu verməzsən. Mümkünsüzdür. Yalnız deyə bilərsən ki, vətən sağ olsun, Allah rəhmət eləsin. Yəni o əsasiyyətin bu əsasiyyətidir ki, sən o mən dövlət işçisiyəm deyəndə Əliyə birinci dövləti söydürdün öz anondan qabaq. Əliyə birinci dövləti söydürdün. Və sənin əxlaqsız anan o əxlaqsız qadındır ki, sənlə canlı yayımda oturub küçə söyüşləri söyürdü. Biləsuvar şəhidi Elçin Zahidovun ailəsindən sənin anan kimi bir qadın mən tanımıram. Və ümumiyyətlə Biləsuvar şəhidlərindən elə bir mənə ailə tanımıram ki, onun anası, bacısı çıxsın, beləcə söyüşlər söysün. Mümkün sözdür. Onun ancaq sənin əxlaqsız anan elədi. O da sənin atan Nadirin boşluğundan əmələ gəlib. Çünki sənin atan Nadir yaxşı kişi olsaydı, bugün sənin anan küçə söyüşlərini sənin yanında söyməz. Yəqin atan Nadir cavanlığında o bradyaqalarla oturub duranda arvadı da yanında olub ki, onun arvadı o küçə söyüşlərini eşidir. Və bu günləri öz qardaşını, şəhid qardaşını söydürən, onun qəbrini mındarlatdıran adam Azərbaycan Respublikası tarixində ilk və tək sənsən. Yəni Azərbaycan tarixində öz şəhidini söydürən və şəhidinin məzarını mındarlatdıran bir insansın. Yenə deyirəm, həyatda elə övladlar var ki, valideynlərinə görə yumru dünyanı kvadrat eləyərlər. Bugün şəhid qədri bilənlərə səslənirəm. Zəng gəldim. Bu günləri, bugünkü bir vəziyyətdə şəhidini söydürürsənsə, buna nə xalq günahkardır. Nə dünənləri oturub abraşat edirdin Fisesayüzün oğrularına. Amma sırağa gün Mentovski divizyonalara edirdin, dövlətə səslənirdin. Necə olur axı sən dövlət işçisisən? Ment Varavskoy divizyon eləmir, Ment Mentovskoy divizyon edir. Varavskoy da Mentovskoy divizyon eləmir. Deyin biləsən, adam 200'lü olmaz, adam tək 100'lü olar. Və mən sənə bunu rahatlıqla deyirəm ki, bugün elə bir vəziyyətdir ki, Azərbaycanın oğrusu, oğru ideologiyası Dubayda, Avropada, Rusiyada vallahi öz zanına əlləşir. Öz zanına əlləşir. Yəni onun elə bir axıtı yoxdur ki, otursun sənə vaxt ayırsın. Sənə mən YouTube linki də göndərmişəm. Girib baxmısan yəqin. İkinci bir qaydada demək istəyirəm ki, bugün Azərbaycanın istər oğru ideologiyası, istər dövlət strategiyası, istərsə də xalqımız, millətimiz sənin oğraşdığına, yəni nacisliyinə cavabdeh deyil. Sən şəhid ailəsi ola bilərsən. Mən bunu dəfələrlə deyirəm. Hər səfərində deyirəm. Sən şəhid ailəsi ola bilərsən, sən qazi ailəsi ola bilərsən. Ay estağfurullah, Rabbi və tövbə ileyhi. Sən peyğəmbər ailəsi də ola bilərsən. Əsas odur sən insan olmalısan. Yəni o hörməti qoruyub saxlamalısan. O vəziyyəti qoruyub saxlamalısan. Niyə görə Biləsuvarda bu günləri Mübariz İbrahimov söyülmür, amma sənin şəhidin söyülür? 50'ye yaxın şəhid var bəlkə də Biləsuvarda. İndi mən primerinə deyirəm də. Niyə görə onlar söyülmür, sənin şəhidin söyülür? Ümumiyə danışma. Ümumi şəhidlər də rəhbər tutma. Sənin qardaşın 93-cü ildə şəhid olmayıb ki,
Sən əclaf bu günləri mağlarmı, şəhidlər manısı qoyub qardaşıma görə özvə namus sapravajda nəsə götürəsən. Sənin qardaşın vətən uğrunda xidməti vəzifə borcunu layiqincə yerinə yetirib və qəhrəmancasına vətən uğrunda şəhid olub. Hə, vətən uğrunda xidmət bir keçmiş 8 ilin hərbiçisi olaraq deyirəm, qarşılıqsız olur. Vətən məni sevsə də sağ olsun, vətən məni sevməsə də sağ olsun. Əgər sən bu vətən uğrunda bir qardaş qurban edib, sonra bu millətin xalqını, bu millətin dövlətini, bu millətin oğrusunu ayağa qaldırırsansa, demək ki, sən vətənə, vətən uğrunda şəhid verməmsən. Sən vətənə şəxsi mənafeyin uğrunda şəhid vermirsən. Bir şəhid ailəsi olaraq, mən bir çox dövlət orqanlarında işləmişəm. Yəqin ki, bunu dövlət orqanlarında işləyən inspeksiyalar çox gözəl biləcək. Azərbaycanda bir gizli bir məsələni sənə deyəcəm. Tam açıqlamasını deməyəcəm. Azərbaycanda ümumilikdə 25-ə yaxın Gold sağlamlıq mərkəzi Bakıda masaj salonu kimi fəaliyyət göstərir. Azərbaycanda Gold sağlamlıq mərkəzi və bir çoxumuz da Azərbaycan polisindən nöqsan tutursunuz ki, ay, Azərbaycan polisi bu masaj salonları niyə vurmur? Azərbaycan polisi, qardaş, getmişik. Özümü şahid olmuşam. Polis gedib, masaj salonunu vurub, obyekti vurub, əxlaqsız üstündə. Yığıb hamını aparıb bölməyə. Hamını yığıb aparıb bölməyə. Soruşublar ki, obyektin yiyəsi kimdir? Şəhid ailəsi. Düşünün. Şəhid ailəsi. Prosta ürək yoxdur deməyə. Mən sistemdə işləyəni çox görmüşəm. Azərbaycanda çox obyektlər olub. Vurublar şəhid ailələrinin ayağına ki, gəlib vurmasınlar, vergi tutmasınlar. Polis gəlib inspeksiya aparmasın. Baş Dövlət Yol Polis İdarəsinin qabağına gedin baxın. Siz də gedin baxın. Hərəsi bir dənə qazi götürür, bir şəhid ailəsi götürür, gətirir maşını ştrafdan çıxardır. Yəni qardaş, bu gün Qarabağ bizim həqiqətən də İraq yaxşılarından bəzi peysərlərin, bəzi binamusların yəni əqidəsini gizlədir. Kimliyini gizlədir. Sən gör necə əxlaqsız bir adamsan. Mən yenə deyirəm, fəxr edirəm, qürur duyuram. Dövlət qulluqçusu olmuşam. Dövlət qulluqçusu olaraq 2 gün ümumi sosial şəbəkələrdə sənin axtarışında oldum. Facebook, Instagram, Adnaklasnik, nə var nə yox. Vapchatlara belə, o həyat.biz Vapchat var. Oraya gedib çıxmışam hətta. Sənin haqqında kiçicik bir araşdırma elədim. Bir dəfə də belə olsun, qardaşınla bağlı bir paylaşım, bir video material, bir qardaşımın anım günü, bir qardaşımın bir xüsusi bir günü yoxdur. Sənin qardaşını yad eləyən, sağ olsunlar, burada onlara salamlarımı çatdırıram. Kollega ilə əlaqə saxladım. Mən özüm də Yeni Azərbaycan Partiyasının gənclərdən ibarət üzvüyəm. Biləsuvar rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyasının həmkarları, kollektivi. Yeganə onlar sənin qardaşınla bağlı tədbir keçirdiblər və o tədbiri sosial media hesablarında paylaşıblar. Yəni bu illər boyu öz qardaşını yad eləməyən sənin kimi bir dümbələk bu gün evdə arvadını da söydürür, bacısını da söydürür, anasını da söydürür, nəslini də söydürür və İTOQ-da öz şəhid qardaşını da söydürür. Mən ekstrasens deyiləm və yaxud da Allah deyiləm, əstəğfurullah və tövbə iləhi. Amma mən hiss edirəm ki, sənin qardaşın sağ olsaydı, sənin qardaşın sənin üzvə tüpürərdi. Şəxsən mən şəhid olardım və mən görərdim mənim qardaşım belə bidalaqalıq eləyir. Mən onun üzvə tüpürərdim. Adam kişi olar. Adam namussuz olmaz, adam qeyrətsiz olmaz. Sənin şəhid qardaşımın başdaşını gördüm. Ən azından onun başdaşına hörmət əlaməti olaraq, ən azından gedib o 25 min nicip almaqdansa, onun 5 minini maya eləyərdim, xərc qoyardım. Bir qardaşım üçün yaxşı bir başdaşı düzəldərdim. Ay şəhid qardaşı qədri bilən oğraş, qardaşımın başdaşı nə gündədir la? Hə? Nə gündədir? Bizim məhəlləmizdə ruhi xəstə biri var idi. Ruhi xəstə adını deməyəcəm. O uşaq rəhmətə getdi. O uşağa məhəllənin, zamanı kasıb ailədirlər də, məhəllənin qonşuları atışdı. Layd var bir dənə 2 metrlik qara mərmərdən daş qaldırdıq. Hələ məhəlləmizin ruhi xəstəsi idi. Boyumu yerə soxum. Get gir o Beydili kənd qəbristanlığında şəhidlərin qəbrinə bax. Bir də get öz qardaşımın qəbrinə bax. Mən niyə yerə soxum? Qardaş qədri bilən dümbələ iPhone 17 Pro Max işlətməkdənsə, aylıq 3000 manat benzindən maşın tökməkdənsə, bir 50% ekonomiya eləyib 2 ayın rasodu ilə heç olmasa gedib qardaşına bir yaxşı bir qəbir daşı qoyardın. Bir samballı bir fotovloglar qoyardın. Çünki yəni mən bilirəm də məktəbdən şagirdləri aparırlar ekskursiyalara, şəhidlərin məzarlığına aparırlar, şəhidlərimizin tarixi haqqında məlumat verirlər. Dümbələk, kişi sağlasan. Ha, sən söyülməli şakalsan. Şükür asan sən. Öz ailəvin qeyrətini çəkə bilmirsən deyənə.
Durub oğrulara bir vicdan eləməklə, Azərbaycan oğruları. Nə danışırsan, hansı oğru? Sedat Peker. Sedat Peker kimdir lan? Kimdir Sedat Peker? Öz həyatını yaşayan bir iş adamı. Öz həyatını yaşayan iş adamı. Və gör nə qədər satılmış bir insansan ki, yəni Türkiyə digər bir ölkədir mənim üçün. Qonşu ölkədir, həmsərhəd ölkədir və mənim üçün yad ölkədir. Çünki biz bir ölkəyik. Bizim süqutumuz da, bizim Assalamu aleykum qardaş. Bizim yenidən quruluşumuz da öz canımıza olub, öz baxımıza olub, öz qanımıza olub. Bunun hələ inovativ tarixi sözü Əbülbəs Elçi bəydən gəlib. Heç kim kömək eləmədi. Nə qədər prodajını şükurasan ki, var yox nə dotun qapı arasında qalsa, ermənilərə Azərbaycan xəritəsini proyektlə verərsən. Yenə deyirəm, bu günləri şəhid ailəsi ola bilərsən. Əsas odur, şəhidivin hörmətini qoruyub saxlayasan. Bugünə qədər mən sənin çıxışlarından yalnız bir şey okey deyirəm. Özüm bilsə səni Pajiz neçəsi də söyüb. Sən şəhid qardaşıvı o da söyüb. Və yadındadırsa sən bunu dandın, ar olsun sənə. Yadındadırsa mən Pajiz neçəsini gətirib səndən üzr istətdirəm, səni efirə qaldırıb üzr istətdirəm, mən oğlan idim. Mən oğlan qalxmışdım səni misafir evə, qayıtdım sənə dedim ki, mənə bir gün vaxt ver, o cəsini gətirib səndən üzr istətdirəcəm və elə də oldu. Bu günləri deyirəm, sən həqiqətən nisiriyozla şükurasan ki, bugünə qədər Biləsuvardan heç bir şəhid ailəsi məndən əlaqə çıxmıyor. Heç bir şəhid ailəsi. Azərbaycanın bütün şəhid qazi veteranlar birliyi, baş icmanın sədri, hamısında əlaqə nömrəm var. Hamısında. Bir çox məsələlərimiz olub, əlaqə saxlayıblar. Məsələn, fikirlərini bildiriblər, qulaqlarında durmuşam. Amma İminova sənin kimi bir şükuraya görə durub qazilərə ayağa qaldırırsan, şəhid ailələrini ayağa qaldırırsan. Nistoyut. Bizə nə görə onları ayağa qaldırırsan? Onları ayağa qaldırmana deyirsən ki, mən söylürəm, qoy Əli Rəhimov sizi də söysün. Amma şükura öz problemimi, daha doğrusu öz binamusluğu cəmaatın boynuna sıxma. Öz problemimi özün əlində. Misteriozmusan.